Hər vaxtınız xeyir əziz Foodcast TV izləyiciləri. Foodcast TV-nin futbol layihəsində hər birinizi xoş gördük. Artıq 4-1 finalın ikinci görüşüdür. Bu dəfə Rüfət Tağıya qarşı mübarizə aparacaq. Xoş gördük hər birinizi. Salam olun. Necəsiz? Vəziyyət necədir? Yaxşı, hər şey. Hazırsınız oyuna. Hazır etməklər. 4-1 finaldan etibarən artıq Team Store tərəfdaşımız Team Store-dan qalibə bir kupon hədiyyə olunacaq ki, istədiyiniz bir klubun formasını yaxınlaşıb götürə bilərsiniz. Başlayaq elə, Rüfət, səndən necə hiss edirsən özünü? Hazırsan yarışa? Hazıram demək olar. Rəqibimə də uğurlar arzulayıram. Bura qədər gəlmişiksə, yəqin ki, rəqiblərimizdən, yəni öncəki rəqiblərdən güclü deyə gəlmişik. Heç nə, rəqibimə uğurlar arzulayıram. Güclü olan var, çünki belə deyim də, yəqin ki, izləyənlər bilir, buradakı ən balaca adam mənəm, yəni yaxsa istəsəz olur. Amma Çünki iki rəqibini məğlub eləmisən Rüfət. İki rəqib, yəni ola bilər indi elələr var deyir, şans falan suala görə. Şəxsən mənim özümün də cavab verə bilmədiyim, cavabını bildiyim və cavab verə bilmədiyim suallar olub. Yəni qismətmi deyim, güclü deyim, buraya görə gəlmişik bir şükür. Uğurlar arzu edirəm sənə. Buyur, səni dinləyək. Mən də rəqibimin sözlərinə qoşuluram. Dəvətinizə görə bir daha yenildirəm. Minnətdaram. Siz çox sağ olun. Rəqibimə də uğurlar arzulayıram. Yaşı kiçik də olsa kifayət qədər güclü rəqibdir və rəqibə hörmət etmək lazımdır. Yəni məğlub edəcəyinə inanırsan rəqibini? İnam qələbənin deyərlər yarısıdır. Bəli. Əsas inam olmalıdır. İnşallah yaxşı olur. Qaydalarla yəqin ki, tanışsınız, qaydalar dəyişilməyəcək. Bir sual, bir xaldı, səhv düzü aparmır və maksimal bonus gedişindən 3 xaldan istifadə edə bilərsiniz. Gediş istifadə etməmişdən öncə zəhmət olmasa zəngə basın və mən sualı sizin üçün səsləndirim. Hazırsınızsa başlayaq. Başlayaq. Birinci sual. 1992-ci ildə İngiltərə Premyer Liqası yeni ad və yeni formatla start götürəndə turnir tarixinin ən birinci qolunu məhz bu klubun hücumçusu vurmuşdu. Həmin tarixi qol Brian Deane tərəfindən vurulsa da, bu klub daha çox özünün 1897-98 mövsümündə qazandığı köhnə İngiltərə çempionluğu və Bramall Lane adlı stadionu ilə tanınır. Klubu tapın. Stadion Bramall Lane stadionudur. Bolton gəlir ağlıma. Yox, səhv cavabdır. Buyur Tağı. Birmingham City-dir. Yox, daha öncə çempionluq 1897-98 demişdim. Sheffield United-dən söhbət gedirdi. Sheffield United qazanmışdı. Və ikinci sual səsləndirirəm. Bu Alman klubu bəlkə də dünyada ən sadiq və fədakar azarkeş kütləsinə sahibdir. Onların stadionu Stadion an der Alten Förster adlanır. 2008-ci ildə stadionun yenidən qurulması üçün klubun maliyyə çətinlikləri yaransa da, 2000-dən çox azarkeş 140 min saatdan çox təmənnasız işləyərək stadionu öz əlləri ilə tikmişdi. Bu Schalke 04 klubudur. Yox, cavab səhvdir. Sualı istəyirsənsə Rüfət sənə çatdırım. Bir zəhmət olmasa. Bu Alman klubu bəlkə dünyada ən sadiq və fədakar azarkeş kütləsinə sahibdir. Onların stadionu Stadion an der Alten Förster adlanır. 2008-ci ildə stadionun yenidən qurulması üçün klubun maliyyə çətinliyi yarananda 2000-dən çox azarkeş 140 min saatdan çox təmənnasız işləyərək stadionu öz əlləri ilə tikmişdir. Həmçinin bu klub hər il Milad bayramında stadionda 10 minlərlə azarkeşin toplaşıb şam işığında nəğmələr oxuduğu ənənəsi ilə də məşhurdur. Alman klubudur. Cavab var. Borussia Dortmund deyəcəm. Yox, Union Berlindən söhbət gedirdi. Union Berlin Stadion idi. adı Signal Park. Bəli, stadion adından ən azından. Üçüncü sual. Bu klubun emblemində Lotharingia xaçı var. Klub 2024-2025-ci il mövsümündə Fransa 1-ci liqasına qayıdıb. Buyur Tağı. Parisdir bu. Yox. Sən Paris bu liqa atılıb. Bir zəhmət olmasa. Klubun emblemində Lotharingia xaçı var. Klub 2024-2025 mövsümündə Fransa 1-ci liqasına qayıdıb. Klubu tapın. Anşe. Yox. Metsdən söhbət gedirdi. Mets klubu. Və mən 3 sual səsləndirmişəm. Hələ ki düzgün cavab yoxdur. Keçid alırıq 4-cü suala.
Karyerasına Strasburg klubunda başlayan, karyerasının 8 ilini İspaniyanın Sevilla, Atletico Madrid və Valencia klublarında keçirən fransız hücumçu kimdir? Buyur Rüfət. Gamero. Bəli, Kevin Gamero'dan söhbət gedirdi. Doğru cavabdır. Keçid alırıq 5-ci suala. İlk doğru cavabdır bu. 5-ci sual. 1998-ci ildə Real Madridin Juventus'a qalib gələrək 32 illik həsrətə son qoyduğu Çempionlar Liqasının Buyur Tağı. Qolun müəllifi Mijatovic olub, baş məşqçi də ki, Hankes. Mijatoviçin ilk qolun müəllifini soruşurduq. Doğru cavabdır. Və hesab 1-1 oldu. Keçid alırıq 6-cı suala. Premier Liqa tarixində ən uzun müddət qol buraxmama rekorduna sahib olan qapıcı. Buyur Rüfət. Petr Cech. Yox, səhv cavabdır. David Raya. Yox, Edwin van der Sardan söhbət gedirdi. Arsenal qolunda. 2008-2009 mövsümündə. Keçid alırıq 7-ci suala. İngiltərə Premier Liqasında hansı baş məşqçi çıxdığı 8 oyuna görə 8.5 milyon avro təzminat qazanıb? Buyur, Rüfət. 8 oyun. 8.5. Cavab yoxdursa? Cavab yoxdur. Sənin üçün tabii, zəngi zəhmət olmasa bas, sualı səsləndirin. İngiltərə Premier Liqasında hansı baş məşqçi çıxdığı 8 oyuna görə 8.5 milyon avro pul təzminatı alıb? Klubun və baş məşqçinin adını deyin. Onu da qeyd edək ki, hadisə bu yaxın zamanlarda baş verib. Antonio Conte ya da seçim arasında qalmışdı. Cavabı zəhmət olmasa səsləndir. Antonio Conte. Söhbət yaxın vaxtda baş vermiş deyilin. Bu mövsüm baş verib. Ange Postecoglou Nottingham Forest'dən qovuldu. Tottenham'dan qovuldu. Yox, Nottingham Forest'ə gəlmişdi və oradan qovulub. Ona görə təzminat. Və keçid alırıq 8-ci suala. 2006-cı ildə Calciopoli qalmaqalı Juventus'un baş məşqçisi Fabio Capello'nun istefasına səbəb oldu. Capello dərhal hansı kluba baş məşqçi təyin olundu? Buyur Tağı. 2006-da Real Madrid'ə. Bəli, doğru cavabdır. Real Madrid klubuna baş məşqçi kimi gəlmişdi. Keçid alırıq 9-cu suala. 2006-cı ildə Çempionlar Liqasının finalında Barcelona'ya məğlub olarkən Arsenalın, buyur Rüfət. Qolunu soruşuruz da yəqin ki. Arsenalın qolun. Thierry vurur da. Yox, səhv cavabdır. Sol Campbell vurur orada qolu. Bəli, elə qolun müəllifini soruşurduq. Sol Campbell doğru cavabdır. Sənə 10-cu suala səsləndirirəm. Milanın əfsanəvi kapitanı Franco Baresi karyerası boyunca 6 nömrəli formanı geyinib. Bəs onun qardaşı Giuseppe Baresi hansı klubun kapitanı olub? Buyur Rüfət. Parmanın. Yox, cavab səhvdir. Buyur Tağı. Juventus. Yox. Inter. Bəli, Interin kapitanı olub. Və mən 10 sualı səsləndirmişəm. 3-1 hesabı ilə Tağı rəqibini məğlub edirsən. Və bonus istifadəsi hələ ki qalıb hər ikinizdə. Və 11-ci sual. Premier Liqada 100-dən çox qol vurmuş, lakin bu qolların heç birini cərimə zərbəsindən və ya penaltidən vurmamış yeganə futbolçu. 100-dən çox qol vurub, ancaq bu qolların heç birini nə cərimə zərbəsindən, nə də penaltidən vurub. Cavab var, yoxdursa cavabı səsləndirim. Cavab yoxdur. Les Ferdinanddan söhbət gedirdi. Les Ferdinand. Keçirik növbəti suala. Hansı La Liga klubu tarixində heç vaxt 2-ci liqaya düşməmiş? Real'la Barcelona sonra Atletik Bilbao'da. Bəli. Lakin heç vaxt da 21-ci əsrdə La Liga çempionu da olmamışdır. İdi sual. Doğru cavabdır. Keçid alırıq 13-cü suala. Premier Liqada ən gənc yaşda xətrik edən İngilis futbolçu. Buyur Rüfət. Sırf Premier Liga. Gənc.
Cavab yoxdursa. Alan Shearer. Yox. Axı cavab varsa. Wayne Rooney. Yox, Michael United. Owen. Michael Owen. Bəlkə Michael Owen'la söhbət Fenerbahçe gedirdi. oyununda Tinkoyasını eləyib. Və 14-cü sual səsləndirirəm mən. Premyer Liqa tarixində ən çox fərqli klubla ayın məşqçisi mükafatını qazanan baş məşqçi. Buyur Rüfət. Fərqli klubla. Premier Liga. Mourinho. Yox. Səhv cavabı tağı. Sualı istəsən səsləndirin. Premyer Liqa tarixində ən çox fərqli klubla ayın məşqçisi mükafatını qazanan məşqçi. Adını soruşuruq məşqçinin. Ayın məşqçisi. Yəni fərqli klublarla qazanıb. Və ən azı 2 dənə fərqli klub ola bilər, düşünürəm. Bu da ya Mourinho ya da Conte deyəsən. Yox, heç biri deyil. Harry Redknappdan söhbət gedirdi. 4 fərqli klubla qazanıb bu mükafatı Harry Redknapp. Və mən 14 sualı səsləndirmişəm. 3-2 hesabla tağı hələ ki rəqibini məğlub edirsən. Bonus imkanınız qalıb və yerdə cəmi 6 sual qalıb. Bir qədər diqqətli olun, suallara diqqətlə qulaq asın və biz keçid alırıq 15-ci suala. Bu klubun loqosunda biz ağ fon və qırmızı şimşək görə bilərik. Klubun adının birinci hissəsi elə İspan dilində şimşək deməkdir. Alvaro Negredo da karyerasına bu klubda başlayıb. Buyur Rüfət. Las Palmas. Yox. Sual buydu. Bəli, sual bu idi. Şimşək. Rayo Vallecano deyil. Bəli, Rayo Vallecano doğru cavabdır. Elə loqosunu xatırlasaz, bir şua kimi şimşək işarəsini görə bilərsiniz. Doğru cavabı idi. Və keçid alırıq 16-cı suala. 2005-2006 mövsümündə Azərbaycan çempionu olmuş klubu deyil. Buyur Tağı. Yəni heç deyə Xəzərdən kərandı. Qızıl oyun söhbəti yadımdan çıxıb. Bu hələ sən zildə. 2005-2006 mövsümü. Neftçi. Yox, səhv cavabdır. Lənkəran. Yox, o da səhvdir. Bakı klubu olub. Hayır. Bakı Qızıl oyun 2004-2005 idi. 2005-2006. Və yerdə cəmi bizim 4 sualımız qalıb. Hesab 4-2 tağı sənin xeyrinədir. Bir qədər diqqətli ol, özünü toparla. İstəsən bonusdan da istifadə edə bilərsən. Rəqibin də xəstədir, öskürür. Təzyiq eləyə bilərsən hətta. Biz başlayaq 17-ci suala. Bakının Buzovna qəsəbəsini təmsil etmiş klubumuzun adını deyil. Xəzri Buzovna. Bəli, Xəzri idi. Xəzri Buzovna doğru cavabdır. Oralardan ama onun. Sual tam sənin üzərinə gəldi. Keçid alaq 18-ci suala. Bu Amerikalı futbolçu peşəkar karyerasına Bayer Leverkusen'də başlayıb. İngiltərədə Everton'da da oynamış futbolçu. Bu Bavariyada da oynayıb, səhv etmirəmsə, London Donovan olmalıdır. Bəli, 2009-cu ildə Bavariyada da çıxış edib. London Donovan. 6 ay izarədə oynayıb Bəli, Bavariya. söhbət gedirdi. Və artıq 2 sual qalıb. 19-cu sualı səsləndirirəm. Buyur Rüfət. Bonus sualı zəhmət olmasa dinləyim. 2 xal. Maksimum gediş. Bəli, 19-cu sualı mən səsləndirirəm. Bu futbolçu hal-hazırda Guadalajara klubunda çıxış edir. Bir zamanlar West Ham klubunda da oynamış bu futbolçu Real Madriddə də çıxış edib. West Ham, Real. Qapıçıdır deyəsən. Mən bilirəm. Alfonso Areola. Yox, səhv cavabdır. Sarito'ydu. Sarito'dur. Javier Elə, Hernandez. onun böyük ehtimalla Rüfət oyununu da izləmisən. Köhnə futbola da aid deyil. Yəni klubu da Meksika klubudur. Buradan gedə bilər. Adını eşitmədim, birinci klubun. Tam eşitmədim, sən tam eşitdin. Guadalajara. Hal-hazırda 0 xala düşdün və artıq qalib məlumdur, ancaq mən 20-ci sual səsləndirirəm. Bu İtaliya klubunun loqosunda biz qırmızı pipikli xoruz görə bilərik. Bu klubda bir zamanlar Zambrotta, Panucci, Cassano kimi futbolçular oynayıb. Xoruz loqolu klubu xatırlamalısınız. Cavab yoxsa mən cavabı səsləndirim. Monzadır. Yox. Rüfət cavabım var. Nədir ki o? Şeydir.
Palermo'du deyəsən. Yox. Bari klubundan söhbət gedirdi. Və Tağı, səni təbrik edirəm. Rəqibini 6-0 hesabı ilə məğlub etdin. Buraya səndən başlayaq. Fikirlərin necə idi oyun? Oyun çox gərgin keçdi. Rəqibim kifayət qədər güclü idi. Yəni yaşına bayaq dediyim kimi, yaşın az olmasına baxmayaraq kifayət qədər güclü rəqib idi. Sadəcə dediyim kimi, bəlkə də təcrübə sözün dedi, bəlkə də mənim yaşımın çox olmağı biraz da sözün dedi, qalib gəldim. Amma birbaş yəni üstünəm deyə elə bir şey yoxdur da. Rüfət, ən azından Çiçaritonu məncə oyununu izləmisən. Real Madrid İzləmişəm də, azarkeşi Deportivo'ya vurdu, qolları da görmüşəm, oyuna sonradan girib. 8-2 bitan oyunda. West Ham karyerasında Sadəcə həmin sualda birinci sualı klubun adını eşitmədim. Mən Guadalajara bilsəydim, avtomatik məndə Meksikalı bir oyunçu yadıma düşəcəkdi. Meksika, Real, West Ham avtomatik cavab Çiçarit olacaqdı. Javier Hernandez. Rəqibimi təbrik edirəm. Mükəmməl oyun oldu. Bəlkə də oyunun qırılma nöqtəsi Rayo Vallecano idi. Bəli, Orada məncə mən də. cavabı Çünki- tapsam, hesab 3-3 olsa Çiçaritonu tapsaydım, Çiçaritonu bari tapsam, sualın bəli. cavabını da bilmirdim. Bilsəydim, Yenə də hə. məğlub olacaqdım. Ancaq rəqibin də yaxşı oynadı. əlbəttə ki, əlbəttə ki. Ana təbrik edirəm səni və sən bizim tərəfdaşımız Team Store-dan hədiyyə çeki qazandın. İstədiyin Təşəkkür formanı yaxınlaşıb götürə bilərsən. Team Store-a da buradan öz təşəkkürümüzü bildiririk. Sən Təşəkkür artıq biz yarın finalda görüşəcəyik. Rüfət, sənə də uğurlar arzu Sağ edirəm. olun, Ümid çox sağ edirəm ki, olun. növbəti layihələrdə görüşərik. Sağ ol. İnşallah. Sağ ol. Sağ ol.